efirdəyik. Salam əziz tamaşaçılar, hər birinizi xoş gördük. MTV kanalının daimi və dəyərli izləyiciləri, bugün başladıq, efirdəyik, günorta efirdəyik verilişindəyik. Siz də bizə baxırsınız. 404-84-24 bu bizim canlı efir nömrələrimizdir. Mən arzu edirəm ki, bizə baxasınız, bizə telefon açasınız. Bugün ad günü olanlar var, toy günü olanlar var, evladlarının toy günü olanlar var. Sizi gözləyirik, zəng eləyin, telefon açın. Biz də təbrik eləməyə hazırıq. Bilirsiniz ki, qonaqlarımız da var və toy günü demişkən, dünən bizim Respublikanın xalq artisti, gözəl aktrisamız, artıq korifey demək olar, çünki illərin bizim sevdiyimiz filmlərin baş rollarından qəhrəmanına çevrilən Səidə xanımın oğlunun toyu olub, toy günü idi dünən. Mən ürəkdən təbrik edirəm Səidə xanım. Can sağlığı arzulayıram sizə, uşaqlarınızın, evladınızın, gəlininizin, oğlunuzun xoşbəxtliyini görməyi arzulayıram sizə. Hər bir valideyn arzu eləyir ki, evladları xoşbəxt olsun və valideynin xoşbəxtliyi evladın xoşbəxtliyindən asılıdır. Ona görə də mən gözünüz aydın olsun deyirəm Səidə xanım. Hər zaman qapınızda toy olsun və ancaq və ancaq evladınızın xeyrini görəsiniz. Bütün valideynlərə bunu arzulayıram, təbii ki, siz başda olmaqla. Və elə bu münasibətlə də dərhal keçid vermək istəyirəm qonağıma. Yəni, o mənim sevdiyim dostumdur. Respublikanın əməkdar artisti Elşən Cəbrayılov, prezident mükafatçısı. Mənim dostum, xoş gəldin Elşən. Mikrofona zəhmət olmasa. Təşəkkür edirəm Lamiyə xanım, minnətdaram. Mən tamaşaçılarımızı da salamlayıram. Günün gözəl bir çağında bir yerdə görüşürük. Gün orta saatıdır. Deyərdim ki, bu saatda bir balaca insanlar işdən ayrılıb istirahət edirlərsə, əgər bizə baxırlarsa, bizə nə xoş. Var olasınız. Təşəkkür edirəm dəvətinizə görə. Sizi təşəkkür edirəm dəvətimizi qəbul edib gəldin. Bir dost kimi böyük hörmətim var. Bilirsiniz ki, çox verilişlərə dəvət olur, vaxtım olmur getmək, amma siz dəvət edəndə nə olur olsun, mən çalışıram ki, gəlim. Çünki bu mənim bir dostluq borcumdur. Mən bunu belə qəbul edirəm. Çox minnətdaram. Təşəkkür edirəm. Var olasınız. Bir daha xoş gəlmişsiniz. Aytan xanım, Dəniz Vedinqin direktoru. Bugün yeniliklər vardı. Aytan xanım bizimlədir. Biz eşidəcəyik nələr var, nələr yox. Xüsusilə gəlinlərimiz ekran qarşısına yaxın əyləşin. Toydan danışdıqsa, demək ki, gəlinlərin geyimindən də danışacağıq. Aytan, xoş gəlmişsiniz. Salam Lamiyə xanım, xoş gördük. Sərgidən gəlmişsiniz. Bəli, Çox maraqlı xəbərlərimiz var. İnşallah gözəl xəbərlərim var xanımlara. Biraz sonra danışacağıq. Biraz sonra bəli danışacağıq. Tıxac var idi yolda? Yox, rahat gəl. O qədər də yox idi. Çox yox. Bəs bu Gülüstan xanım artıq hardadır? mənə gəlir ki, formula yarışları Mən dedim bəlkə tıxac var. Yarışlar bitdi deyə, keçən həftə biraz tıxacıdı, amma artıq biraz yaxşıdır. Bugün biraz rahat bəli, idi yol. Mən biraz daha öncə gəlmişəm deyə ona görə düşünürəm ki, yəqin tıxac var. Amma gözləyirik, qonaqlarımızı gözləyirik dostlar. Səidə xanımı təbrik elədim və Elşən dünən toydaydı. Mən istəyirəm təəssüratları danışaq. Kimlər var idi o toyda? Korifeylər var idi. Demək olar ki, hamı. Korifeylər. Bəli. İllərlə uşaqlıqdan, necə deyim, onlara həsrətlə baxırdıq, həsəd aparırdıq. O adamları mən o toyda gördüm ki, onlar dünən Səidə xanımın ətrafındaydılar. Buyurun, biraz danışaq vaxtda. Əgər hazırdırsa, həvəskar çəkilişlərimiz olacaq biraz sonra. Həvəskar çəkilişlər. Lamiyə xanım, tək həmişə toylar olsun, gözəl şənliklər olsun. Allah təala hər kəsin övladına bu gözəlliyi qismət eləsin. Səidə xanım bizim əzizimiz, xalq artistimiz. Mən onların gözünün qabağında böyümüşəm. Səidə xanım o vaxtı mənim atamla, mərhum aktyorumuz Şahin Cəbrayılovla kökdən düşmüş piano tamaşasına çəkiləndə, başqa tamaşalara çəkiləndə hamı elə bilirdi ki, Səidə xanım mənim anamdır. Hə, mən də elə bilirdim. Hamı elə bilir. Uşaqlıqdan elə... Hətta indi də elə bilirlər ki, Səidə xanım mənim anamdır. Allah qəni rəhmət eləsin atanızı. Allah həyatda olmayanlara rəhmət, həyatda olanlara can sağlığı mən arzulayıram. Şahin Cəbrayılov. Bəli. Allah Səidə xanıma can sağlığı verir. Səidə xanım çox qeyrətli qadındır. Aktrisa, ailəni qoruyub saxlamaq,
belə bir tərbiyədə qalmaq çox çətin bir işdir. Səidə xanım bunun öhdəsinə 100% gəldi həyatda. Və dünən onun gözəl övladı Fərhadın toyu oldu. Gözünün ağı qarası bircə oğlu var Fərhad. Çox ağıllı bir uşaqdır. Yəni çox aristokrat, sakit mədəniyyətə malik olan bir oğlandı. Dünən onun toyu idi. Biz hamımız o toya getdik. Böyük məmnuniyyətlə iştirak elədik o toyda. Səidə xanımın o sevinç göz yaşları, aktyorlarımızın, sənətçilərimizin orada gözəl iştirakı mənə elə gəlir ki, Səidə xanımı daha da şənləndirdi, onun ürəyini ovundurdu. Biraz xoş əhval-ruhiyyə yaratdıq. Akademik Milli Dram Teatrımızdan demək olar ki, hamı oradaydı. Bütün korefe sənətkarlarımızdan tutmuş gənclərimizə qədər hamı oradaydı. Yəni ki, mən onların adlarını bir-bir desəm, indi birini deyərəm, biri yadımdan çıxar. Mən orada Naibə Allahverdivan gördüm. Firəngiz xanım oradaydı, Sənibər xanım oradaydı. Sənibər xanımı gördüm. Bəli, Mehriban oradaydı. Nubar Novruzovanı gördüm. Nubar xanım Novruzova orada, Afaq xanım Bəşir qızı gəlmişdi, Mələkə Sadova gəlmişdi, Zemfira xanım Nərimanova oradaydı. Zemfira xanım oradaydı, bəli, Bəsti xanım Cəfərova oradaydı. Hamı, yəni ki, aktyorlarımızın da demək olar ki, hamısı oradaydılar da. Bütün tanınmış insanlar, tanınmış simalar. Hacı İnanın ki, İsmailov, Hacı İsmailov, Rafiq İlham Əzimov, Namiq Kəmal, Kasım Abdullayev, bəli, İlham Namiq Kəmal, Cəfər Namiq Kəmal, hamısı oradaydılar. Bəli. Allah hamısına can sağlığı versin. İnanın ki, ümumiyyətlə mən çox sevirəm kollektivimiz bir araya gələndə, bir ərsəyə gələndə. Elə bir ki, daha da mehribanlıq olur. Daha da insanlar bir-birlərinə yaxınlaşırlar. Biz teatrda çox vaxtda bunu görə bilmirik. Nəyə görə? Çünki başımız qarışıb tamaşalara, məşqlərə. Ancaq hamı öz işinə məşğul olur deyəndə biraz aqressiv olur da. İndi hər bir sənətçidə bu baş verə bilər. İstər müğənni, istər aktyorda. Məşq eləyirik, tamaşalara oynayırıq, başımız qarışıb o mətnlərə, sözlərimizə bu, yəni böyük bir cavabdehlik daşıyırıq biz. Bəli. Birdən söz yadımızdan çıxar. Amma belə məclislər olanda insan biraz rahatlanır. İnsan qəlbən söhbət edə bilir o insanlarla, dostları ilə, kolleqaları ilə. Və dünənləri toyda, yəni ki, müğənnilərimiz də iştirak edirdilər. Çox Kimlər var gözəl idi bir toy idi. müğənnilərdən? Xalq artistimiz Toyu kim aparırdı? Məsum İbragimov, toyu aparırdı Salih, bizim Aparıcı. Bəli, bəli, Salih bəli. Bağırov dostumuz, Salih sənin də, mənim aparırdı, də. bəli, bəli. Salihə can sağlıq arzulayıram. O da gözəl diktorumuzdur. Əvvəl bizdə teatrda işləyib. O da Təbii işləyib, ki, bəli. bəli. Sonra çox tez getdi teatrdan və dünən toyu aparırdı. Bizim Bəs müğənni tərəfdən kim aparırdı? Bizim gözəl müğənnimiz Aybəniz xanım Haşimova təşkil eləmişdi. Aha. Musiqi tərəfini, yaradıcılıq tərəfini, bu bədii hissəni Aybəniz xanım təşkil eləmişdi. O, yəni ki, orada Bəsti xanım Sevdiyev oradaydı, Murad Arif oradaydı, sonra Ağadaş Ağayev oradaydı, Mirələm oradaydı, sonra çox adam var. Zülfiyə xanım gəldimi? Yox, görmədim. 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 Yəni çox Çünki müğənnilər bir də neçə gün öncə gəldilər. Zülfiyə xanım dedi gedəcəyim ona görə. Bəli, çox müğənnilər gəldilər və çox gözəl də şən toy keçdi. Mən deyərdim ki, sevmədiyim, məni yəni ki, ovundura bilməyən bir məclisdə mən bir saat artıq otura bilmərəm. Amma burada axıra qədər Amma oturdum. ay rəqs eləyirdin. Doyunca rəqs eləmişəm. Mən ümumiyyətlə toylarda rəqs eləməyi çox sevirəm və hamı da bunu çox yaxşı bilir. Çox qəribədir ki, mən birinci ayağa qalxandan sonra hamı qalxır ayağa rəqs edir. Sevirəm rəqs eləməyi. Toy nə üçündür? Toy əziz insanların toyunda, dostların, hətta elə insanlar var ki, yəni ki, o sənə daha yaxın dost olmasa belə kənar bir insan olsa səni toyuna dəvət edəsə, yenə də mən ayağa qalxıb orada rəqs eləyirəm. Bu toydur. Burada şənlənmək lazımdır. Burada gərək, bəli, toyda nə edərsə mənə Rızaev demişkən, oynayarlar. Bilirsiniz, hər bir valideyn nə istəyir? Öz övladının xoşbəxtliyini. Hər bir valideyn istəyir ki, övladını həyatda xoşbəxt görsün. Mən arzulayıram ki, Səidə xanım, Fərhadı həyatda xoşbəxt görəsiniz. Fərhad həyatda sizi sevindirsin. Sizin qəlbinizə çox gözəl sevinç, deyərdim ki, hissləri səpsin. Səidə xanım dünən çox həyəcanlı idi, həddindən artıq həyəcanlı idi. Amma yenə də ona baxmayaraq bir-bir məclisə gələn insanları özü qarşılayırdı. Bir-bir hamının qarşısına gedib rəqs edirdi, şəkil çəkdirirdi. Mən bir video izlədim. Salih onlardaydı evdə. Bəli. O evdən də bir video çəkmişdilər, video hazırlamışdılar. Salih təbrik eləyirdi. Yox, bunlardan xəbərim yox idi. Hə, gedib yəqin onlara deməli, gedib, bəli. Hə, bəy, gəlin Səidə xanım və Salih də dedi ki, hazırlaşmışıq, artıq evdən çıxırıq və gedirik restorana. Səidə xanım bulud kimi dolmuşdu. Səidə xanım
mən düşündüm ki, elə bax elə bir salam versən Səidə xanım ağlayacaq. Səidə xanım bizi görən kimi boşaltdı özünü. Ağladı. Bəli. Siz öz əzizlərini, yaxınlarını, dostlarını, çiyin-çiyinə çalışan insanları gördü və orada artıq o sevinç göz yaşlarını saxlaya bilmədi. Bir neçə dəqiqə sonra bizim efirdən görəcəksiniz həvəskar çəkilişləri biz təqdim edəcəyik və siz toyda nələr baş verir biləcəksiniz. Bilirsən, mən sən deyim ki, dostum, hər bir valideyn arzusundadır ki, evladım böyüsün, onun toyunu görüm. Və dostların da onun ətrafına yığışmağı tam başqa bir ab-hava yaradır. Yəni dostlar, nə yaxşı ki o dostlar, o iş yoldaşları, Səidə xanım hər zaman əziyyət, zəhmətlə yaşayıbdı. O dəstək Lamiyə xanım mütləq lazımdır. Mütləq lazımdır. Bizim Akademik Milli Dram Teatrının elə bir kollektivi var ki, onları toya dəvət edəndə demək olar ki, çoxsu gəlir. Ola bilər kimisi çəkilişi ola bilər, kimisi, amma hamısı gəlirlər və siz görürsünüz onlar necə iştirak edirlər toyda. Vur çatlasın. Deyirlər, gülürlər, yeyirlər, içirlər, rəqs edirlər, şənlənir və çalışırlar ki, öz əzizlərinin, yaxın kolleqalarının, övladlarının toyunu belə şənləndirsinlər. Əslində deyirlər ki, Elşən, dostu ağır gündə tanıyarlar, amma mən deyərdim ki, elə xeyir gündə də tanıyarlar. Əlbəttə. O natamam sözdür. Bəli. Buyurun, mikrofon var mı orada? Çox sağ olun. Aha. Məncə tam əksinə son vaxtlar insan xoş gününü bölüşəcək dost tapa bilmir. Çünki səninlə bərabər sevinəcək, səninlə bərabər gözlərin içi güləcək insanlar çox azdır. Ona görə niyə Səidə xanım alayıb? Çünki onunla bərabər orada seviniblər, oynayıblar. Yəni onların elə orada olmağı, o hissi yaşamağı dünyalara dəyər. Amma həqiqətən belədir. Yəni ki, indiki vaxtda çox qəribədir. Bilmirəm, insanlar dəyişib, zaman dəyişib, vaxt dəyişib. Bilmirəm, bu nədən irəli gəlir. İnsanlar başqa insanın xoş gününə sevinə bilmirlər. Əksinə sevinmək lazımdır. Bilirsiniz də, həyat bumerangdır. Çox əziyyət çəkiləri sevinəndə. Çox qəribə bir şeydir. Çox. Mən onu dəfələrlə hiss eləmişəm. Gizlədə bilmirlər. Sevinə bilmədiyini gizlədə bilmirlər. Gizlədə bilmirlər. Ay sağ ol. Mövzunu yayındırırlar ki, Ay, yəni sağ ol. o an o yerdə qalmayasın. Bəli. Hətta səhnəyə çıxanda belə mən onu hiss edirəm. İnanırsınız. Məsələn, başqa bir sənətçi, Gəlmişdim kollega. mən tamaşaya. Bəli. Gəlmişdim Məlikə xanımla. Xurşudbanu Natavan. Xurşudbanu Natavana, Məlikə xanımla o baş rolda. Bəli. Elşən. Mən səni hər zaman sevirəm. Orada tam başqa. Təşəkkür edirəm. Yəni tam fərqli idin. Bəli. Mən doğrudan da başqa bir Elşən görürdüm səhnədə. Ay Allah, inandım, məni inandırdın ki, bax doğrudan da sən Xurşudbanu Natavanın Seyid Hüseyin ikinci əri. İkinci həyat yoldaşı. Həyat Mən yoldaşı, inandım bəli. ki, o sənsən. Başa düşürsən? Yəni Bəli. o qədər. Biz çünki onu elə Təsirə oynayıb, biz düşdüm. məşq eləyəndə belə Mələkə xanımla mən ona bir kəlmə dedim ki, biz bunu elə oynayamalıyıq ki, əsl o sevgini hiss elətdirmək. Doğrudan da elədir. Mən səhnəyə çıxanda, məsəl üçün biz indi teatrda qrim otaqlarındayıq da, bizi qrim eləyirlər, dəyişdirirlər, saç düzüm dəyişir, geyim, tarixi geyimlər. Görürsünüz mənim necə gözəl geyimlər, ümumiyyətlə bütün tamaşaya bizdə çox gözəl geyimlər tikilir, çox bahalı geyimlər də olar və mənə də belə geyimlər tikildi, seçildi ki, mən belə görünməliyəm, daha gözəl, daha kübar bir müəllim kimi. Bəli. Çox qəribə bir şeydir ki, ümumiyyətlə teatrda belə bir məqamlar var. Mən onu sizə açıqlamaq istəyirəm. Hər bir aktyor öz qrim otağındadır. Qrimlənirlər. Kimlə baş rol oynayırlarsa, məsələn, onu səhnəyə çıxınca bilirsiniz görmür. Məsələn, Mələkə xanımın da başı qarışıqdır, mənim də başım qarışıqdır. Görmürük bir-birimizi. Səhnədə görüşürük. Amma ona baxmayaraq, yenə də o sevgi dolu baxışlarla biz bir-birimizi çalışırıq ki, başa düşək. Mən sənə deyirəm, mən o qədər tamaşanın içinə girdim. Canlıdır da. Bəli. Tamaşaya, dostlar, tamaşaya getməyi bacarın. Dram teatra, musiqili teatra, gənclər, tamaşaçılar teatrına. Bəli. Yəni, gedin opera baletə, gedin canlı səhnə, tam başqa bir İnsanların dünya görüşünü, uşaqlarımız da aparmalıyıq. Dünya görüşünü. Mən girdim o səhnənin içinə. Bunlar, bu aktyorlar yaşadıqca bu tamaşanı, mən onlarla bir onun içindəydim. Özüm də indi incə sənəti də bitirmişəm deyə. Mən o dərslərin keçmişəm. Bir köynək yox, belə 1000 köynək yaxınsınız. Çünki sənətin içindəsiniz. Mənə bir təsir elədi. İnandım. Elşən mənə onu inandırdı ki, o doğrudan da Xurşudbanının ikinci həyat yoldaşı. Yəni mən ona artıq Elşən kimi baxmırdım, aktyor kimi baxmırdım. O qədər gözəl oynadım ki.
Mənim Orada əziz çox dostum. qəribə bir hisslər var. Orada sevgi də var, orada heysiyyat da var, orada Bəli. fikir də var. Düzdür, o əsər biraz qısaldılmış formada. Unutdun, özünüzü unutun. Bəli, Məlikə bəli. xanım, Məlikə xanımı buradan bağrıma basıram, öpürəm. Onun sənət göstərir, adam sənətkardır. Əzizimizdir. Mən bütün Yəni- aktrisalarımızı çox sevirəm. Hə. Mələkə xanımı da çox, Firəngiz xanımı da çox sevirəm. Bütün aktrisalarımızı çox Bəli. sevirəm. Hamısı ilə də çiyin-çiyinə çalışıram səhnədə. Gəlin inşallah ondan da möhtəşəm bizim tamaşalarımız çoxdur. Daha möhtəşəm komediya üslubunda var, faciə Varmı üslubunda. komediya? Bəli, varlı qadın oynayıram mən. Dəvət eləyə gəlim də, dəvət eləyə yox. Teatrımızın qapıları sizin üzünüzə açıldı. Mən bilən vaxt taparsınız, mən mütləq Məlikə sizi xanım dəvət edəcəm. eləmişdi, mən Dəvət gəlmişdim. O eləyəcəm, mütləq dəvətnamə eləyəcəm. göndərmişdi, o bilir ki, mən tamaşaçıyam. Oktyabr ayında çoxlu tamaşalarım var. Bütün üslubda oynadığım, istər faciə, istər komediya, istər Danışarıq dram, biz hamısına səndən. dəvət eləməyə hazıram. Oktyabrda bizim də konsertlərimiz var. Bu konsertlər Bəli. də bitib sonra böyük məmnuniyyətlə gəlib Əksinə orada. mən çox sevinirəm ki, Yox. insanlar teatra gəlmək istəyirlər. Yeganə ikinci dublsuz canlı sənətdir bu. Bəli. Burada ikinci dubl yoxdur. Bir dəfə necə oynayacaqsansa, Necə oynayacaqsansa yadda da elə odur. qalacaqsan. Yəni dayan bir də çəkmə Bəli. Ona və ya görə biz video ilə montajda düzəltmək Cadehliyi yox. daşıyırıq teatrda. Ona görə. Oğul axtarıram, çıxsın səhnədə canlı-canlı oynasın. O da bizim teatr aktyorları, teatr Əlbəttə, aktrisaları. bizim Nə ümumiyyətlə teatr gözəlsiniz, nə aktyorları yaxşı varsınız. Çox əziyyət çəkirlər. Karifeylər, dünən sizi Bəli. birlikdə görəndə, bir yerdə görəndə o qədər sevindim, o qədər. Onu bir mən bilirəm, bir Allah bilir, bir də indi deyirəm Namir siz xan, biz bilirsiniz. niyə deyirəm aktyorlarımız çox əziyyət çəkirlər. Biz tək öz həyatımızı yaşamırıq. Biz səhnədə neçə-neçə obrazlar yaradırıqsa, o Bəli, insanların hamısının həyatını həyatını yaşayırıq. yaşayırıq. Və inanın ki, bəlkə də ona görə bizim aktyorlarımızın çox həyatdan tez gedirlər. Ürəkləri tutur, fikirdən, dərddən. Bunlar hamısı həqiqətən də bəli, onu yaşamaqdan irəli gəlir. O rolun dərdini yaşamaq, o içinə salır, dərd yaşayır da. O yaşamalıdır ki, onu Bütün gün göstərsin. o roldan çıxmaq da asan deyil. Bəli. Qonağım gəlibdi, mənim əziz dostum, gözəl bacım. Opera Balet Teatrının solisti, xanəndə Gülzar Fərəcova. İstəyirdim deyəm, əməkdar artist inşallah. Buyurun, musiqi ilə gəlir. Yaşa hər anını ömrümlə qoşa, dəyiş ünvanını qəlbimdə yaşa. Yaşa hər anını ömrümlə qoşa, dəyiş ünvanını qəlbimdə yaşa. Məni məndən qoparan sevginin şahidi ol. Bir ömür sevgidən pay verəyinlərə, biz qucağacaq gələn fəsillərə. Bu eşqin, bu sevginin ətri yayılsın, qoy bütün aləmə. Bir ömür sevgidən pay verəyinlərə, biz qucağacaq gələn fəsillərə. Bu eşqin, bu sevginin ətri yayılsın, qoy bütün aləmə. Bu sevən ürəyin dünyası sən, ötən hər günümün mənası sən. Bu sevən ürəyin dünyası sən, ötən hər günümün mənası sən. Məni bir tək sən yaşadan həyata bağlayan. Bir ömür sevgidən pay verəyinlərə, biz qucağacaq gələn fəsillərə. Bu eşqin, bu sevginin ətri yayılsın, qoy bütün aləmə. Bir ömür sevgidən pay verəyinlərə, biz qucağacaq gələn fəsillərə. Bu eşqin,
deyirəm, xoş gəldiniz Gülzar. sağ olun. Buyurun əyləşin. Minnətdaram. Zəhmət olmasa. Necəsiz? Xoş gördük sizi, çox dəyərli Lamiyə xanım. Dəvətiniz üçün minnətdaram. Həmçinin dəyərli qonaqlarımızı, bizi izləyən bütün tamaşaçılarımızı salamlayıram. Çox yaxşıyam, çünki yeni fəsil başlayıb artıq sentyabr ayından. Yaydan çıxmışıq. Çox yaxşıyam. Pozitiv enerji ilə inşallah ki, üzümüzə gələn fəsil üçün necə deyim, böyük həvəslə, böyük eşqlə çalışmağa başlamışıq hamımız. Çox gözəl, Gülzar xanım bir neçə opera səsləndi, operanı gördük Heydər Əliyev adına Sarayda, eləcə də musiqili teatrda, düzdürmü? Hansında var idiniz? Mən ümumiyyətcə Akademik Opera Balet Teatrının solisti olaraq, indi özünüz bilirsiniz ki, hərə bir partiyanı, bir tamaşada bir rolu oynayır. Mən bugünə qədər ümumiyyətcə oynadığım rollardan ən çox ifa etmişəm Leyli Məcnunda Leylini və Aşıq Qəribdə Şahsənəmi oynamışam. İndi də Əsli Kərəmdə əslini hazırlayıram. Milli tamaşalarımızdan. Çox sağ olun, var olun. Ancaq bu yaxınlarda hal-hazırda Heydər Əliyev Sarayında Leyli və Məcnun tamaşası səhnəyə qoyuldu. Yeni quruluşdaydı. Nicət Məhərrəmovun bəli ilk dəfə yeni quruluşda tamaşaçıların qarşısına çıxarıldı bu tamaşa. Çox möhtəşəm idi, gözəl idi. Əlbəttə ki, köhnə tamaşamız da olduqca sevilib illərlə tamaşaçı tərəfindən böyük kütləsi olubdu o tamaşanın da. Hal-hazırda da var əlbəttə ki, o daha klassikadır. Burada isə müəyyən məqamlarda yenilənmiş kimi düşünürəm ki, tamaşamız səhnəyə qoyuldu. Çox uğurlu da alındı, çox nəticəsi ürək açan oldu. Bununla bağlı bütün orada rol alan dəyərli dostlarımın hər birini təbrik eləyirəm və onu da demək istəyirəm ki, üzümüzə gələn ayın 10-unda yenidən Heydər Əliyev Sarayında bu konsert gözlənilir. İnşallah ki, orada da rol alacaq bütün dostlarıma uğur arzu eləyirəm. Ümid edirəm ki, növbəti sıralarda bizdə bir neçə Leyli, bir neçə Məcnun olduğuna görə biz sırayla onu ifa eləyirik. İnşallah növbəti sıralarda. Mənim bugünə qədər oynadığım tamaşalarda Məcnunum olub əməkdar artist İlkin Əhmədov. Bəli, daha sonra isə olubdu muğam müsabiqəsinin qaliblərindən Xəyal Hüseynov. Xəyal. Deyəsən Sarayda da Xəyal idi bu dəfə. Bəli, bəli, Sarayda da Xəyal olubdu. Leyli kim idi? Leyli əməkdar artist Arzu Əliyeva. Arzu Əliyeva. Salamlayırıq buradan dostumuzu. Mən sizləri çox istəyirəm, bilirsən, çox izləyirəm. Çox sağ olun, var olun. Və bilirsən, Elşən, istəyirəm ki, gəncdirlər hamısı. Yəni, korifeylərimiz bir tərəfdədir, onlar ürəyimizin bir tərəfindədir. Amma gənclərə də yer olmalıdır və gənc demək olmaz ya, əslində artıq neçə ildir səhnədəsiz? Səhnədə əsli Leyli kimi gəncsizdir. Bəli, Leyli kimi düzdür. Müddəti azdır, amma ümumiyyətcə professional səhnədə 2009-cu ildən 2009 deyirəm də, amma Leyli kimi gəncsiniz. Amma mən çox istəyirəm ki, bax, tez-tez oynayasınız Leylini də, əslini də, Şahsənəmi də, niyə də yox? Arzuladığınız bir rol varmı? Mən düşünürəm ki, xanəndə olaraq mənim ən böyük arzum Leyli olubdu. Onu da Allaha çox şükürlər olsun ki, Allah mənə qismət edibdir. Digər rollar da əlbəttə ki, hər biri yeni bir praktikadır, yeni bir səhnədir, yeni bir dünya görüşüdür mənim üçün. Yeni gələn hər birini sevə-sevə qarşılayıram və o rola girməyə, belə necə deyim, ürəklə çalışıram ki, kaş mən onu yaxşı canlandıra bilim. Amma onların şahı mənim üçün Leylidir. Amma Lamiyə xanım, mən bir söz deyim, ümumiyyətlə Leyli obrazı hər bir xanəndə xanım üçün o vizit kartıdır. Onu oxuyan, bizim o beynimizdə biz sizə Leylidə Leylini oynadısa, vəssalam. Artıq o qapılar onun üçün açıqdır. Bax, reklama da qapılarımız... Biz görmüşdük. Buyur. Zeynəb xanımda da xanlar vardı, Arif Babayevdə. O mənim beynimdə elə həkk olmuşdu ki, Zeynəb xanıma can sağlıq arzulayırıq. Bu yaxınlarda nəvəsinin toyudur. Allah onu xoşbəxt eləsin. 28-də xeyr, hələ bilinmir. Hər bilmirəm. Niyə də yox. Reklam vaxtıdır. Reklamlara ayrılırıq. Daha sonra Gülistan xanım gəlib. Mənim əziz dostum gəlib. Gülistan xanımı görəcəksiniz. Baxaq. Günorta efirdəyik. Sevəni olmalı, dəli kimi sevəni, arada küsüb inciyəni, olmalı adamın, olmalı adamın. Sayanı olmalı, qiymətini biləni, özünə baş tacı edəni, olmalı adamın, olmalı adamın. Narın yağı şahda gəl islanaq, bir alışaq, bir odlanaq deyəni. Mələk ulaq göydə qanatlanaq, gəl pərvazlanaq
deyəni olmalı. Yadına salanı, axtaranı, halını yoxlayanı olmalı. Adamın yanına qaçanı, kefini açanı, yanında qalanı olmalı adamın. Yadına salanı, axtaranı, halını yoxlayanı olmalı. Adamın yanına qaçanı, kefini açanı, yanında qalanı olmalı adamın. Biləni olmalı, dərdini biləni, oturub gözəl dinləyəni olmalı. Olmalı adamın. Təbibi olmalı, ürəyinin həkimi, əli ilə göz yaşın siləni olmalı. Olmalı adamın. Narın yağış hatta gəl islanaq, bir alışaq, bir odlanaq deyəni. Mələk olaq göydə qanatlanaq, gəl pərvazlanaq deyəni olmalı. Yadına salanı, axtaranı, halını yoxlayanı olmalı. Adamın yanına qaçanı, kefini açanı, yanında qalanı olmalı adamın. Yadına salanı, axtaranı, halını yoxlayanı olmalı. Adamın yanına qaçanı, kefini açanı, yanında qalanı olmalı adamın. Yadına salanı, axtaranı, halını yoxlayanı olmalı. Adamın yanına qaçanı, kefini açanı, yanında qalanı olmalı adamın. Sənətkar, gözəl qadın, Respublikanın əməkdar artisti Elə Gülüstan xanım Əliyeva, xoş gəlmisiniz. Xoş gördük səni bu gözəl yeni mövsümdə Lamia xanım. Hər zaman sizin verilişdə bilirsiniz ki, sevə-sevə gəlirəm. Sən mənim illərlə tanıdığım, sevdiyim, illərimin Çox dostusan. təşəkkür Və hər zaman nə bir yeni işimiz, nə bir sözümüz, söhbətimiz Bəli. olanda həmişə Lamia xanıma üst Burada tuturuq ki, açıqlayırıq. hə, Lamia xanım, bax bir sözümüz var. Sən bizim sözçümüz ol. Efirdə bizi təqdim et və çox xoşdur bu gün dəyərli qonaqlarla burada olmaq. Mənim əziz dostum, sirdaşım, əlbəttə sənin də yaxın dostun Səidə xanımla gəlmişəm bu gün. Bəli, Səidə İbrahimli. Sözümüz var. Sözümüz var, əladır. Elə söz deməli yerdə buradır. Telejurnalist, tanınmış telejurnalist, gözəl dostum Səidə İbrahimli. Xoş gəlmisən Səidə, mikrofonu götür zəhmət olmasa. Xoş gördük Lamia. Bütün tamaşaçıları salamlayıram və uğurlar arzulayıram. Və bildiyimə görə də təzəlikən günorta verilişinə keçmisən. Amma mən elə gəlir ki, sənin üçün fərqi yoxdur. Səhər, günorta, axşam, sənətdə, peşədə, televiziyada öz sözünü deyən adam. Fərq eləmir, hansı saatda olursa olsun. Əsas odur ki, bax, ekranın o tayından bizi izləyənlər daha çox olsun. Daha çox bizim əziyyətimizə qiymət versinlər. Uğurlar arzulayıram və sevinirəm ki, sənin kimi bir dostum, uzun illər mən sizin yanınızda böyümüşəm televiziyada, dövlət televiziyasında və bugün də sevə-sevə sən verişində qonağam. Çox xoş gəlmisən, dost verişinə gəlmisən. Xoş gəlmisən, ikinizin gözəl bir işiniz var. O işi açıqlayacağıq biraz sonra. Layihəmiz var, bəli. Ay Gülüstan xanım, nə gözəl mahnıdır. Bayaqdan sayırdıq, nələr olmalıdır? Təşəkkürün müəllifidir, bu mahnının müəllifi də. Bu da təşəkkürün davamıdır. Bəli, deyərdim, davamıdır. Yox, hələ davamı var. Ardı var, ardı gedir. Bəli, davamı var. Yeni bir mahnı olacaqdır. Güləcəm adlanır. O da yenə Murad Zeynala məxsusdur. Bu sevənin olmalı, adamın olmalı mahnısı da Murad Zeynalın sözləri də, musiqisi də ona məxsusdur. Bilirsiniz, siz birdən-birə elə bir dəyişim elədiniz ki, keçid elədiniz, hamının ürəyindən xəbər verdiniz. Bir təşəkkür, həriyə bir təşəkkür. Yəni,
O qədər gözəl sözlər var onu sadalayırsınızsa. İndi də sadalayırsınız bayaqdan Elşənlə sayırıq. Nə olmalıdır adamın? Yağışda islananı. O yaman söz idi, mənə təsir elədi. Dərdini biləni, yanında qalanı. Yağışda islanaq nə deməli? Mələk olaq göydə qanadlanaq. Gəl pərvəzlanaq. Ay Allah. Deyəni olmalı. Varmı? Yəni, əlindən tutub. Varmı deyəni? Bəli, Varmı? əlbəttə var. Mənim pərvazlanmağa ruhlandıran ailəm var. Ən birincisi. Bəli. Pərvazlanmağa ruhlandıran sənətim var, peşəm var və məni sizin kimi sevənlərim var. Əziz televiziya tamaşaçılarımız var ki, həsrətlə bizə həmişə gözləyirlər. Gözləyirlər, əlbəttə. Bunlar azdırmı? Yəni bunlar pərvazlanmaq Vallahi. üçün çox böyük səbəblərdir məncə. Elşən, sən nə dedin? Elşən, gör nə gözəl sözlərdir. Deyirəm Gülsün xanım, elə olur ki, biri olmalı. olur, bir mini olmur da. Deyirəm, heç olsa bunların biri olsun da insanda. Bu sözlərdən biri olsun. Sadalayırdıq burada. Elə mahnılar var ki, silsilə mahnılardır. Təbii ki, təşəkkür də bu mahnı. Ardı gəlir silsilə mahnılar. Biz çox qəribə bir şeydir ki, Gülsün xanım. Mən ümumiyyətlə, nəinki bunu mən tamaşaçılardan da eşitmişəm, bir sənət adamı olaraq deyirəm. Elə xanəndələrimiz var ki, onlarda belə ritmli mahnılar ümumiyyətlə yaramır. Və yaxud da ki, var, tutmur. Çox qəribədir ki, sizdə hər janrda mahnı tutur. Çox qəribə bir şeydir. Mən o vaxtı Leyli və Məcnuna gəlmişdim. Anamı da məhz siz oynayanda gətirmişdim. Leyli və Məcnuna. Opera və Balet Teatrının Leylini siz oynayırdınız. Məcnunu Məsum İbragimov, Allah can sağlığı versin. Mənim anam onda sizi o qədər sevmişdi. Mənim anam o vaxtı Zeynəb xanım Xanlarova oynayanda baxmışdı Leyliyə. Arif müəllimlə, Allah Arif müəllimə rəhmət eləsin. Və ondan sonra sizlə baxdı. Dedi, mən nə vaxt Leyli Məcnunu görməmişəm. Mən baxmaq istəyirəm ki, görüm necə oxuyurlar. Amma baxın sizdən sonra nə qədər görürsünüz ki, nəsillər dəyişir. Belə gənclərimiz gəlib, belə gözəl qızlarımız gəlib. Gözəl yenə Leylilərimiz var. Çox qəşəng belə deyərdim ki, səsli məcnunlarımız var. Məsələn, İlkin çox gözəl məcnundur. İlkinin səsini mən çox sevirəm. Zamanla yetişməlidir bunlar. Əlbəttə. Mən təşəkkür edirəm tamaşaçılara. Bax, sizin ananız kimi qədir bilən tamaşaçılarımıza. Bax, deyirsiniz, Zeynəb xanımdan sonra o adı, o hörməti, o necə deyim, qazanmaq ki, tamaşaçı gəlsin Zeynəb xanımdan sonra mənə baxsın və bəyənsin və təsdiqləsin ki, nə gözəldir. Əlbəttə, aktrisa üçün bundan qiymətli bir hədiyyə yoxdur. Anamın ən çox sevdiyi səhnə hansı səhnə idi? Leylinin ölüm səhnəsi. O qədər ağladı orada. İnanırsınız ki, dedim ama xatırladım ki, bu tamaşadır. İnanın, hər tamaşada mən 200 dəfəyə yaxın Leyli obrazını, Leyli kimi səhnədə olmuşam. 126 dəfə Aşıq Qəribdə Şah Sənəm kimi səhnədə olmuşam. Şah İsmail'la Gəlin Qayasını artıq Elxan Mansurov bilir. O, sən demə, bizim hər tamaşamızı yazırmış. Bir gün bu statistikanı biz ondan aldıq və mənim üçün də çox, necə deyim, qiymətli bir məlumat oldu bu və demək istəyirəm ki, hər dəfə Leylidə, o pərdədə mən özüm ağlamışam. Hər dəfə və zaldan tamaşaçının hıçqırtısını eşitmişəm. Yəni bunu yaratmaq, yəni insanın özünün içində olmalıdır. Əgər sən bu halda, bu vəzifədə, bu vəziyyətdə varsansa, tamaşaçı səni sevəcək və sən onu öz sehrinə salacaqsan və onu özünlə bərabər ağladacaqsan. Yəni, aktrisanın böyüklüyü budur, bu deməkdir və mən çox təşəkkür edirəm bütün tamaşaçılarımıza və sizin ananızın simasında bütün qədir bilən tamaşaçılarımıza ki, bax, belə qiymətləndirirlər. Belə gənclərimiz var, bax, Gülzar bizim tələbəmizdir. Bu gün teatrda Gülzar var, Arzu var, bu gün teatrda Rəvanə var. Hələ neçə gənclərimiz gələcəkdir və yaxşı səsi olan məcnunlarımız var. Amma mən istəyərdim ki, onlar çox dinləsinlər. Bizdən öncəkiləri çox dinləsinlər və çox öyrənsinlər. Mən bunu çox istəyirəm, çox xahiş edirəm. Dinlənsinlər və bütün bunların içində özlərini tapsınlar, yaratsınlar. Necə ki, biz öyrənib gəlib özümüzü yaratmışıq, kimsə yamsılamasınlar. Məhz özləri olsunlar. Bugün səhnədə çatışmayan ən böyük bir minus, mən deyərdim, ən çatışmayan bir mənfi cəhət budur ki, gənclərimiz özlərini tapsınlar. Dinləsinlər, hamıdan öyrənsinlər. Ən zəif oxuyanı da qulaq assınlar.
onların içindən özlərinə lazım olanları götürə bilsinlər və özlərini yaratsınlar. O zaman onlar sənət tarixində, musiqi tarixində, teatr tarixində qalacaqlar və öz izləri olacaq. Və bunu tövsiyə eləmək istəyirəm gənclərimizə. Gülstan xanım, sizin dediyiniz zəngin təcrübədir. Sözsüz ki, o bizdə də var. Akademik Milli Dram Teatr, dram sahəsində də var, opera sahəsində də var, incəsənətin bütün sahəsində. İnsan zəngin təcrübə toplamalıdır. Bu siz nədən irəli gəlir? Həmin o yaradıcı insanın sadəliyindən. Yəni mənəm sözü ola bilməz sənətdə. Mənim içimdə böyük bir mən sözü ola bilməz. Nə qədər sadə insan olsa... O anda sən dayandın, sən yoxsan artıq. O yoxsan. Nə qədər insan və sənətçi sadə olsa, səhnədə bir o qədər yaratdığı obrazlar zənginləşir, zəngin olur. Nəyə görə biz deyirik zəngin təcrübə lazımdır? Aktyorlara da, xanəndəyə də. Məsələn, siz deyirsiniz ki, yamsılamasın, onu təkrarlamasın. Bəli, tamamilə doğrudur. Baxsın, analiz eləsin və desin ki, görəsən mən bunun bu yerini necə özüm kimi ifa eləyə bilərəm. Təfəkkürü özlərində tapsınlar. Ona bir yenilik gətirməyə lazımdır. O dərk etməni özlərində tapsınlar, savadlansınlar, çox oxusunlar, mütaliə eləsinlər. Yəni, sırf öz peşələri üzərində çox işləsinlər. Çox işləsinlər. Biz, məsələn, gəlirdik, hər səhnə yeni bir nəfəsdir, yeni bir Leylidir hər dəfə. Və biz 10 il əvvəlki Leylimizə çönüb baxanda, özümüzə, yəni mən deyirdim ki, ay Allah, gör mən nə qədər orada çatışmayan cəhətləri, onu mən özüm görürəm. Tamaşaçı məni gördüyü kimi qəbul edir, sevir. Amma o səhvləri mən özüm görürəm və hər dəfə onun üzərində işləyirəm və bu püxtələşmək deməkdir. Bu, necə deyim, səhnəni qəbul edib, səhnəni anlayıb, onu qavramaq, onu qucaqlamaq və bütün bu səhnənin içərisində özünü yaratmaq. Gülstan xanım, ən çox sevdiyiniz, bəyəndiyiniz Leyli kimdir? Gənclərdən. Gənclərdən. Yəni o sizin demək ixtiyarınız var, rahat deyə bilərsiniz. Əlbəttə ki, niyə də olmasın. Gənclərimiz, yəni bugün teatrdakı Leylilərimiz çox gözəldilər. Çox səhnəyə yaraşırlar. O hansıdır, baxırsınız, deyirsiniz, bax, bu lap düz oynayır. Bax, bu Gülzar qızımız, gözəl Leylimizdir. Bəli, yox, burada deyə demirəm, hər zaman, hər yerdə deyirəm. Bax, Arzu Əliyeva, bax, elə Rəvanə qızımız özü, Kamilə var, gənc... Nəbiyeva? Bəli, o çox gözəl Leyli ondan alınar. Amma oynamayıb hələ. Yəqin ki, oynayacaq gələcəkdə. Yəni, var, bizim hətta tələbələr var konservatoriyada. Bizdə dərs dediklərimiz ki, biz orada o potensialı görürük və öz aramızda biz müzakirələr eləyirik ki, bax, bu operallıqdır. Yəni, bu geçsin, orada yetişəcək. Var, amma bütün bu gənclərimizə çox-çox işləmək lazımdır. Yenə də deyirəm, öz üzərinizdə işləyin, çalışın, özünüzü tapın, özünüzü yaradın. Eybi yoxdur, sən 100 gün orada oxusan, 101-ci gün o başqa aktrisanı sevənlər gələcəklər onun tamaşasına. Amma 100 gün sən oxursan, səni sevənlər gələcəklər. Sən onu düşün və onun üzərində çalış və ona özünü köklə ki, məni sevənlərin qarşısına mən necə çıxıram? Necə çıxıram və nə təqdim edirəm və məni tamaşaçı necə görür və necə görmək istəyir. Hər zaman onu düşün. Onunla addım at səhnəyə ki, mən axı belə durub belə Leyli olmaz, mən şax olmalıyam, qol qanatlı olmalıyam. Bütün o dramaturgiyanın, bütün o dramanın içində mən bir işıq olmalıyam. Mən bir işıq kimi tamaşaçıya görünməliyəm. Bəli, mən bunları istəyirəm gənclərimizdən. Səhnədə işıq olsunlar. Bəs olubmu ki, deyiblər ki, filankəs Leyli oynayacaq, siz demişsiniz ki, bu Leyliyə yaraşmır, axı, bu niyə oynasın? Bəli, bugün teatrımızda, bəli, özlərinə də demişəm. Səndən Leyli olmaz. Mən onların adlarını çəkmək istəmirəm. Yəni, onlar nə qədər təbiidir ki, gəncdirlər, potensiallıdırlar, təbii ki, çox gözəl səsləri var. Amma Leyli obrazı tamam başqa şey istəyir. Yəni, onlar Leyli deyirlər. Onlardan Leyli olmaz, belə deyim sizə. Yəni, onlar, ərəb səngi də oxusun, başqa, məsələn, tamaşalarda, məsələn, o qədər gözəl obrazlar var ki, bilirsiniz, birinci dərəcəli obraz olmaq, hələ populyar olmaq, kimsə olmaq demək deyil.
elə ikinci dərəcəli obrazlar var ki bizim teatrımızda və onu oynayan aktyorlar var ki, xalq artistlərimiz. Məhz o ikinci dərəcəli obrazların hesabına birinci dərəcəli obraz görünür. Kimlərdir onlar? Bizim xalq artistlərimiz kifayət qədər, bizim əməkdar artistlərimiz bu gün də teatrımızın səhnəsində var. Mən özümdən misal gətirim. Mən heç zaman kimisə, necə deyim, istəmirəm ki, düşünsünlər ki, Gülüstan xanım bizim adımızı niyə ikinci dərəcəli aktyor, aktrisa kimi çəkdi. Mən Gəlin Qayası tamaşası səhnəyə qoyulanda uzun illərdən sonra Şəfiqə xanım Axundova, mərhum sənətkarımız, onun məkanı cənnət olsun. İlk Azərbaycan qadın bəstəkarıdır. Bəli, o evini sataraq bu tamaşanın yenidən səhnəyə qoyulması üçün musiqi cəhətdən, dramaturg nə lazımdır eləmişdi ki, tək ki illərdən sonra bu tamaşa qoyulsun səhnəyə. Gülyaz Məmmədovanın ifasında Gülbahar obrazı oynanıldı və mən orada Şahın xanımı Sənəm rolundaydım. Və təbiidir ki, mən 2000-ci ildə, 99-cu ildə gənc, səhnə görünüşü daha da gözəl, bir görkəmli bir aktrisaydım. Yəni səhnə görkəmi olaraq nəzərdə tuturam. Və mən özümü Sənəm obrazında yox, Gülbahar obrazında görmək istəyirdim. Deyirdim ki, mən Gülbahar oynamaq istəyirəm. Mən Sənəmi oynamayacağam. Mən yəni öz beynimdə, öz fikrimdə, yəni sözüm bu idi. Teatr rəhbəri, trupa rəhbərinə də, plana da və Şəfiqə xanım gəldi, aktrisalara baxdı və dedi, Gülüstan, sən Sənəmi oynayacaqsan. Dedim, yox, mən Sənəmi oynamaq istəmirəm. Mən yox, Şəfiqə xanım, niyə mən Gülbahar oynamaq istəyirəm? Dedi, az. Sən bilirsən Sənəmi kim oynayır? Sənəmi Rübabə xanım Muradov oynayır. Ay, Allah rəhmət eləsin. Sən bilirsən bu nə hansı obrazdır? Bu tamaşa deməli elə bir təntənə ilə, elə bir anşlaqla keçirmiş ki, o tamaşanın adı Gəlin Qayası yox, o tamaşanın adı Sənəm imiş. İnsanlar, tamaşaçılar o tamaşaya Sənəm operası deyirmişlər. Rübabə xanım onu o qədər gözəl ifa edib təqdim edilmiş ki, yəni o tamaşa Sənəm adlanırmış. Mən səndən onu istəyirəm və sən bunu edəcəksən. Elə bir amiranə və 6 aya yaxın bizim gedən məşqlərimizdə hər gün, hər məşq o xanım, o bəstəkar orada bizim yanımızda oldu. Və səhnə mizanlarında onun özünə məxsus bir səs tembri var idi və özünə məxsus danışıq tərzi var idi. Deyirdim, sən xanın arvadısan, sən belə oynamalısan, sən bu cür hökmlü olmalısan, sən belə eləməlisən, belə eləməlisən. Yəni, sözümün canı nədir? Və mən bugün də deyirəm ki, nə yaxşı mən eləsəm. Siz özünüzü ikinci dərəcəli hiss eləmişsiniz, amma hesab eləmişsiniz, amma hiss elədiniz ki... Amma tamaşanın açar obrazı, açarı odur. Tamaşanın bütün gedişatını dəyişən obraz, Gülbaharı Gülbahar kimi təqdim edən obraz, mən belə deyərdim, Sənəm idi. Reklamlardır. Bizdə isə reklamlardır, reklamlara sonra baxırıq. Günorta efirdəyik. Reklamlar bitdi dostlar, mən sponsorlardan danışacağam. Balaca mələklərimizin ən yaxın dostu bizim Sleep Baby uşaq bezləridir. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby'dir. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantlar övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı obduraraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, ana da xoşbəxtdir. Sleep Baby'nin nəm salfetləri də var, ətirli, meyvəli, gigiyenikdir. Apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Təşəkkürlər Sleep Baby. Sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bugün də əsl nağıl qəhrəmanı kimi hiss edir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı Dəniz Wedding, Azərbaycan. Dəniz Weddingdən gəlinliyi götürən hər xanıma gəlin bəzəyi Camilla Beauty-dən hədiyyədir. Həyatınızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir Dəniz Weddingdə. Çünki bizdə hər bir gəlin bir nağıl qəhrəmanıdır. Dəniz Wedding ünvanı Xocalı prospekti 29, əlaqə nömrələri 054 24 07 70. Dəniz Wedding toyunuzun ən gözəl hədiyyəsi gəlin üçün.
Ev Group Construction arzularınızı reallığa çevirən ünvan, təmir, tikinti, dizayn və mebel işlərində müasir yeniliklər təqdim edən F Group Construction. Evinizdə və ya ofisinizdə gözəlliyi, rahatlıq və keyfiyyəti bir arada görmək istəyirsinizsə, doğru seçim F Group Construction. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction. Əlaqə nömrələri 055 666 88 88 və Tam Store Marketlər şəbəkəsində böyük endirimlər var. 25-30 sentyabr tarixində biz Susuruq qiymətlər danışacaq kampaniyasına start verəcəyik. Kampaniya zamanı bananın 1 kilosu 1 manat 50 köpük, təzə toyuğun 1 kilosu 3 manat, sümüklü dana ətinin 1 kilosu 11 manat 98 qəpik və s. Qeyd edək ki, endirim digər məhsullarda 10 manatlıq alış-veriş etdikdən sonra keçərli olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada 3200 çeşiddə məhsul müxtəlif endirimlərlə təklif olunacaqdır. Kampaniya zamanı endirimlər seçilmiş ət, toyuq və ət məhsullarında, süd və süd məhsullarında, dondurulmuş xəmir məhsullarında, kərə yağı, bitki yağları, makaron, düyü və paxlalı məhsullarda, şirniyyatlarda, içkilərdə, təmizlik və baxım məhsullarında, eyni zamanda evinizdə lazım olacaq kiçik əşyalarda tətbiq olunacaq. Tam Store Marketlər şəbəkəsi Bakı ilə yanaşı Abşeron, Sumqayıt, Naxçıvan, Qazax, Akstafa, Hacıqabul, Ağdaş, Ağcabədi, Salyan, Cəlilabad, Masallı, Şəmkir, Bərdə və s. bütün rayonlarımızda keçərlidir. Bütün rayonlarımızda fəaliyyət göstərən Tam Store'larda keçərlidir. Endirimlər şəbəkənin bütün filiallarında bizim 24 saatlıq müştərilərin xidmətindədir. Təşəkkürlər sponsorlarımıza. Bax belə, dostlar, mən istəyərdim əslində oxuyaq. Kim oxusun? Gülzar xanım, siz oxuyacaqsınız. Buyurun, siz oxuyun. Daha sonra bizim Gülzar xanımın çox böyük layihəsi var Səidə xanımdan. Ona görə o layihədən danışacaq. Buyur Gülzar, səni dinləyək, daha sonra davam edək. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır.
Təşəkkür eləyirəm. Gözəl mahnı idi. Çox sağ olun, var olun. Minnətdaram. Kimin Deyəcəksiniz mahnısıdır bu? xanəndəsiz. Bu nə mahnıda oxuyursunuz? Aha. Xanəndə böyük bir məna daşıyır və onun içində hər şey var. Mahnı ifaçılığı da var, muğam da var və bu gün sənin teatr fəaliyyətində var. Əslində qoy tamaşaçılar sizi hər tərəfli görsünlər, kəşf eləsinlər və öz el şənliklərində, öz ailə məclislərində, öz gözəl günlərində qoy əsl musiqiyə xidmət edən insanlar olsunlar. Bu mahnılar onun Danışın da üçündür. müəllimə, danışın. Danışın. Bu haqda danışın. Ümumiyyətlə Azərbaycan musiqisinin o qədər dərin bir tarixi var ki, bu gün gənclərin ondan yararlanmamağa ixtiyarı yoxdur. İstər muğam olsun, istər oper olsun. Ötən gün Şamaxıda o qədər möhtəşəm bir tədbir oldu ki, Nəsimi festivalı keçirilirdi. Həm Heydər Əliyev Fondu, həm Mədəniyyət Nazirliyi, həm Opera Balet Teatrı. Lamiyə, həqiqətən mən illərdir mədəniyyətimizin təbliği ilə məşğulam. Amma Şamaxıda o cür möhtəşəm bir təqdimatı mən görməmişdim. Həqiqətən o qədər böyük bir təəssüratlarla qayıtdım ki, gecə. Gülstan xanım da oradaydı və o opera baletin, mahnı teatrı, rəqs ansamblının, Alim Qasımovun, Sevda Ələkbərzadənin o kompozisiyalar o qədər bir-birini, Çingizin bir-birini tamamlayırdı ki, həqiqətən mən bir daha Azərbaycan musiqisi ilə fəxr elədim. Ona görə də istər muğamda, istər operada o gənclərin ixtiyarı yoxdur ki, bundan istifadə edib yararlanmasınlar. Həm tarix, həm də müasirlik bunları birləşdirib davam eləməlidirlər. Düzdür. Layihənizdən bəlkə danışasınız. Bu nə layihədir? Hamı gözləyirik nə layihədir. Xan bilirsiniz ki, Gülstan xanımın repertuarında musiqilər çoxdur və mən bunu dönə-dönə deyirəm ki, ümumiyyətlə klip sahəsində mənim 1-2 işim olmuşsa, bu da onlardan biridir. Ümumiyyətlə mədəni irslə bağlı layihələr üzrə mən çalışıram son vaxtlarda və Gülstan xanımdan bir təklif gəldi ki, Səidə, bərabər bir iş eləmək istəyirəm. Bir neçə mahnım var və o mahnıları təqdim elədi. Sözün düzü, mahnı məni o qədər də haralarasa aparmadı. Mahnı xoşuna mən gəlmədi. Gülstan xanımdan çox o qədər möhtəşəm muğam, opera sənəti ilə bağlı musiqiləri eşitmişəm ki, amma hardasa orada elə bil ki, sözlərdəmi, bir balaca musiqidəmi mənə tutan bir şey oldu. Bəstəkarı kim idi? Bəstəkarı Qoçaq Əsgərovdur. Sözlər də Mahirə Nağızınındır. Bizim, yəni Respublikan əməkdaşı, xanəndə. Tərtibatı bəli, Qoçaqla Bəli. Qoçaqla deməli etnoklass qrupu var, Tural Məmmədli. Onların birgə işidir, musiqi tərtibatı, yəni onlara aiddir. Yəni onları bir kompozisiya kimi, yəni türk xalqlarının musiqisinin mücəssəməsi deyərdim, yəni bir kompozisiya kimi işləmişlər. Hə, təbii ki, sonra mənim yenə də əlavələrim oldu ora, digər türklü xalqların. Üzr istəyirəm. Əlavə elə gedirsiniz. Dedim Gülüstan, axır bunun bir son nöqtəsi olmalıdır. Biz nəsə eləməliyik. Amma iş o qədər dərindir ki, gördükcə işin içindən iş çıxırdı və mən birbaşa mənim sahəm olmasa da müdaxilə elədim, sözlərdə dəyişiklik elədik. Sözlərin özündə yox, sadəcə bəzi kupletləri, bəndləri Qazaq, Qırğız, Özbək dilində tərcümə elətdirdik və biz bu musiqinin sözlərini Qazaxstana göndərdik. Orada peşəkar musiqiçilər var. Qazaxstanın çox məşhur bir musiqiçisi var, Serik. O həm də Azərbaycanda fəaliyyət göstərir. Mən ona müraciət elədim və sağ olsun bizə cani könüldən və belə bir işdə o qədər böyük dəstək oldu ki, bu mahnını göndərdi Qazaxstana. Oradan bəzi kupletləri Qazax, Qırğız, Özbək və Türkmən dilinə tərcümə elədi. Zaten orada Türk dilində və Azərbaycan dilində oxunur. Əsr Türkün əsridir. Türkün oğlu, yəni elə bir ifadələr var ki, onlar məni özünə cəlb elədi həqiqətən
dedim ki işləyək və biz çəkilişlərə start verdik. Mən bizim bu layihənin rejissoru, həm də ki tanınmış videoqrafdır Faiq Əliyev, bəlkə də tanıyırsan bizim Faiqı. Bəli, Faiqin bir çox işlərini görmüşəm. Bəli, Faiqin çox gözəl təklifləri oldu. COP29-da çox gözəl bir layihə eləmişdi. Layihələr eləmişdi, bəli. COP29-la bərabər 29-da mənlə Faiqin çox möhtəşəm bir layihəmiz olmuşdu və Faiqlə məsləhətləşdik. Biz dedik ki, əgər burada türkçülükdən danışırıqsa, mütləq burada Şuşa olmalıdır, mütləq burada Laçın olmalıdır və bizdə olan yurtalar var, onlar da çəkilməlidir. Klipin başlanğıcında orada bir qazaq, bir musiqi alətində ifa eləyir. Qədim musiqi, türk dünyasının qədim musiqi alətlərini biz tapdıq, çıxartdıq. Bugün Azərbaycanda yeganə o qaval var, ortaq türk dünyasının şaman qavalı. Bizdə tək bir dənə o qaval var. Mən o musiqi alətlərinin tapılmasına həm də bizə yardımcı olan Eltən bəyə təşəkkür edirəm. Və biz çəkilişləri elədik Şuşada, Laçında, bir də ki Qubada. İndi tamaşaçılar görəcək Gülüstan xanımın orada çox nadir bir kadrlar var. At minmə kadrları filan. Biz çalışdıq ki, ümumiyyətlə təbii ki, burada biz 3-4 dəqiqənin içində hamısını əhatə eləyə bilməzdik. Amma çalışdınız ki, nəsə əsas elementləri. Mütləq və olsun. Bir də bizim bu layihə belə başlayır, klip belə başlayır. Orada Gülüstan xanımın kadrı var. İndi tamaşaçılar izləyəcək. Gülüstan xanımın geyimləri və bu geyimlərdə özəl hazırlandı. Düz 4 ayda bu geyimlərin üzərində təkəldüz sənətinin tanınmış bir sənətkarı var. Mehriban Xəlilzadəyə mən təşəkkür edirəm. Orxan Yenisey əlifbasından tutmuş o geyimlərin üzərində tikmə sənəti ilə o qədər gözəl bir əl işi ortalığa çıxartdı ki, və biz o klipdə istəmədik nəsə kənar qalsın, amma əhatə eləməyə çalışdıq. Və həm də ki, bu türkçülük mövzusu bilirsən ki, mənə daha yaxındır. Çox yaxındır sənə, bəli. Çünki televiziya fəaliyyətimdə bir 8 ilə yaxın Türkiyə ilə ortaq yayım mən həyata keçirdim. Avaz Layihə rəhbəri televiziyası. olaraq. Bu sənin layihən idi. Avazla, Bəli, TRT İctimai Avazla. televiziyanın ortaq Yeni Gün layihəsi. Və bu layihədə hər gün 3 saat, 4 saat canlı yayım verirdik. Türkiyə, Qazax və Azərbaycan, Qazaxıstan və Azərbaycan. Türkiyə, Türkmənistan və Azərbaycan. Çox gözəl layihə Həftə idi. içi hər dəfə və bu verilişdə Mən buradan Salehi də salamlayıram. Saleh Bağırov mənim əziz dostum. Aparıcısıdır. Bəli, çox gözəl. Və hamı da Bugün deyir- Salehdən çox danışırıq. Bayaqdan danışırıq. Bəli. Və həqiqətən də bu layihə mənə o qədər yaxın idi ki, ömrümdən ömür alırdı. Çünki ortaq Can türk qoydun. dünyası üçün canlı 3 saat, 4 saat yayım təqdim eləmək və ən azından gərək mən onun yarısını biləydim ki, ondan sonra mən onu efirə çıxardıb tamaşaçılara təqdim eləyəydim. Ona görə də bu mövzu məni daha çox cəlb elədi. Çox danışdım. 3 saatlıq verilişi, mən bildim 3 saatlıq verilişi 5 dəqiqəlik klipə yerləşdirdin və sözünü dedin. Baxaq mı? Gəlin baxaq klipə, daha sonra müzakirəmiz olacaq. Baxaq. Qədim musiqi alətlərini bizə həvalə edən, etibar edən Milli Konservatoriyamızın Qədim Alətlər Laboratoriyasının rəhbəri Məmməd Əli müəllimə təşəkkürümü Aynen bildirmək gözəl, biz də istəyirəm. təşəkkür edirik. Laçındakı çəkilişlərdə bizə dərindən, yaxından dəstək olan Sənam Məmmədzadəyə buradan öz təşəkkürümü bildirmək istəyirəm. Gülsəm xanım, baxaq. Baxdığımıza görə də bilək, başa düşək kimlərə təşəkkür gedir. Buyurun.
Alpomışla yol açıq, qoşul basıl xılaçıq, Basatla qol qolaçıq, əsir türkün əsridir. Qorquddan kəlamlar, Mevlanədən salamlar, Ulu bəydən xəbər var, əsri türkün əsridir. Müdriklərin söz açar, sözü milyon göz açar, göz açar. Kaşqaridən kəlamlar, Mevlanədən salamlar, Ulu bəydən xəbər var, əsri türkün əsridir. Müdriklərin söz açar, sözü milyon göz açar, göz açar. Bir qədər Qafqazlardan ümidlər, gücüm səni tərpədər, əsr türkün əsridir. Dəmir yumruq bükülür, gözlər ona dikilib, səbrim tarım çəkilir, əsr türkün əsridir. Gülterin şazdaları, babalardan sırları, Harak damanın jıldarı, Bulğasır türktin basırı. Qorquddan kəlamlar, Mevlanədən salamlar, Uluq bəydən xəbər var, əsri türkün əsridir. Müdriklərin söz açar, sözü milyon göz açar, göz açar. Alpomışla yol açır, oxul basıl kol açır, Basatla kol qol açır, asır Türk'ün qəsridir. Gültegin жазулары, babalardan sırları, Barak damanın jıldardı, bul kılım Türk'ün kılımı. Göktürk'ten kelamlar, Selçuklardan salamlar, Oğuzlardan habardar, asır Türk'ün asrıdır. Akillerin sözü açar, sözü milyon gözü açar, göz açar. Qorquddan kəlamlar, Mevlanədən salamlar, Uluq bəydən xəbər var, əsri türkün əsridir. Müdriklərin söz açar, sözü milyon göz açar, göz açar. Bax belə. Çox möhtəşəm. Çox möhtəşəm. Çox möhtəşəm. Musiqi. təşəkkür edirəm. Mən buradan təşəkkür edirəm Qoçaq müəllimə. Bəli. Çox Hətta gözəldir. bəziləri deyir ki, musiqi çox ritmikdir. Bilirsiniz ki, türk dilli ölkələrdə, Qazaxıstan, Qırğızstan bu ölkələrdə ritmlər vacibdir və Vacibdir, özəlliyindəndir. çox gözəldir. Bir də mən rəqslərə görə Lamiyə çox böyük təşəkkür eləmək istəyirəm. Yeganə xanıma, Aslana xanıma, hər Səhnə xalqın. orada oynayan kim idi? Aslana Əliyeva idi, rəqs edən, o bizim gənc xoreografiya akademiyasının məzunudur və hal-hazırda Özbəkistanda təhsil alır. Aha, və orada. Oxşuyur onlara Özbəkistanda da Hə. bəli, Azərbaycan xoreografiyasını orada çox gözəl təmsilçisidir və burada bizə çox yaxından kömək etdi. Təşəkkürümü bildirmək Gülstan xanım, istəyirəm. geyimlər möhtəşəm idi. Hə, Rənglər kim seçmişdi? Mehriban Xəlilzadə. Mehriban Xəlil, Təşəkkür bəli. edirəm. Görürsünüz ona gedirəm. Qoy baxaq Təşəkkür sonra Təkərdü soruşacağıq. sənət üzrə, rəssam Çox dizayner, qəşəng idi, Bu da həqiqətən. Səidə xanımın təklifi idi. Əslində mən başqa şeylər düşünmüşdüm. Hə, o paltar başlayır, klip başlayanda paltarın üstündə ağacın olmağı. Bax bu türkçülükdə çox əslində o Türk- paltarların türkçülüyün ağacıdır, üzərində bəli. hər bir elementin öz mənası var. Evet. Yəni o elə belədən hazırlanmamışdı. Papağın üzərində, qolların üzərində hamısında Orxan yenisi əlifbasından Kənara yazılır. qədər, yəni Azərbaycan yazılmış tanrı. Atla hara gedirdiniz? Bəli. Atla Laçındaydı. Zəngəzura gedirdik. Laçında. Atla biz Laçında. doğma yerlərimizə, mənim anamın, nənəmin doğma vətəni olan Dərələyəzə gedirdik. Yəni Amma o yol hamıya təşəkkür edirəm. o yol bizi Zəngəzura Bəli. aparır. Oy, İnşallah ki, nə gözəl. bax bu da yaxındadır, bəli, Bu yaxındadır. işdə bizə kömək eləyənlərə təşəkkür edirik. Amma mən özəlliklə, bax o Qubada, yurdada bizim bir çəkiliş oldu. Oğlanın adı
yadımdan çıxdı, bizə kömək elədi. Sırf təsadüfdən biz bilmirdik ki, orada ox atan, çünki ssenaridə belə bir şey yox idi. Faiq özü müraciət elədi ki, bilib bir nəfər var, oğlan çox gözəl filan. Yəni o obrazı yarada bilir. Hə, əsr türkçülük siması filan. Və onu gətirdik, inanırsan bir dublə biz onu çəkdik. Və o qədər möhtəşəm alındı ki, içdən gəlirdi. Biz Şuşada çəkilişlər elədik, Laçında Həkəri çayının sahilində. Orada nə qədər insanlar yaşayırlar. Hamı bizə yaxınlaşırdı. Hamı gəlirdi ki, nə lazımdır kömək eləyəsə. Gülstan xanım orada musiqi alətində ifa eləyirdi. Və orada çayın kənarında gəzməyə gələn insanlar var idi. Hamı maraqlanırdı ki, biz nə kömək eləyə bilərik. Ürəyimiz dağa dönürdü ki, biz gəlmişik Laçına Şuşaya görmək işləyirik. İstedadlı Oy xalqdır. Gülstan xanım nə gözəl, nə gözəl idi. Siz ümumiyyətlə gözəl idiniz orada. Onu Çox sizin kanalda gözəlsiniz. da əlbəttə yayımlanmasını çox istəyirəm. Yayımlanır. Bəli, klip saatında bu yayımlansın. Bu türkçülüyümüzün, Turanın bir necə deyim, təcəssümüdür. Özündə göstərməyə çalışmışıq və hər bir işimiz xalqımıza, vətənimizə xidmət etməlidir və bu bizim bir vətəndaş borcumuzdur, bir sənətkar kimi borcumuzdur ki, biz sözümüzlə, sazımızla, işimizlə xalqımıza, vətənimizə xidmət edək, dövlətçiliyimizə xidmət edək. Əlbəttə ki, türkçülükdən gələn Oğuz türkləri, yəni Azərbaycanda yaşayan, bugün Azərbaycanı Azərbaycan edən, yəni o 24 qoldan biri olan Azərbaycan, əlbəttə ki, bugün bütün dünyada öz türkçülüyünü, öz Azərbaycançılığını sübut edir, göstərir və mən deyərdim ki, Turançılığın, yəni türkçülüyün elə mərkəzi də elə Azərbaycanda, mən belə deyərdim. Və hətta mən əvvəla sizin telekanalda təşəkkür edirəm, dostlarımıza təşəkkür edirəm. Çünki bu klip yayımlanan gündən sosial şəbəkədən bizi tək buraxmadılar. Hamı zəng vurur ki, bizə gəlin Efirə. Gülstan xanım deyəndə deyirəm ki, bəs də bir dəfə ki də deyir, yox, istəyirlər. Əlbəttə ki, deyir ki, təbliğatdır, bu bir təbliğatdır. Bəli, dostlarımız sağ olsunlar. Hər şeyin, musiqinin təbliğatıdır, geyimin təbliğatıdır, türkçülüyün təbliğatıdır. Bu Hətta olmalıdır. akademiyadan türkçülüklə məşğul olan bizim ziyalı alimlərimiz var. Və mənim üçün çox maraqlı idi ki, görüm onlar nə düşünür, onlar nə fikirləşir. İstər geyimdə, istər musiqi alətlərində, istər ifada, sözlərdə. Yəni hələ ki tənqid eşitməmişəm, amma çox istəyirəm ki, olsun. Hər bir işdə xoş, əlbəttə ki, xoşa gəlməyən bir şey də olmalıdır. Amma gözəllikdir axı. Çox bəyəniblər bizim dəyərli professorlarımıza, türkoloqlarımıza mən təşəkkürümü bildirmək istəyirəm buradan ki, onlar o qədər gözəl fikirlər səsləndirirlər və inanın mənim özüm üçün o qədər belə mən onları elə bir sanki yenidən kəşf edirəm ki, Azərbaycan sən nə qədər böyüksən, insanlarınla böyüksən, zəkalarınla, ziyalılarınla, savadlı adamlarınla böyüksən. Yəni türkçülüyə bu qədər xidmət edən insanlar var vətənimizdə və biz çox xoşbəxt xalqıq. Xoşbəxtdir ki, bax belə bizim insanlarımız var. Hər bir torpaq öz insanı ilə güclüdür, gözəldir və mən dəstəyi olan hər bir kəsə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox minnətdarım. Deməsəm ürəyimdə qalar. Biz bu layihədə musiqi alətlərini işləyəndə fikirləşdik ki, Qazaxıstanda bəzi musiqi alətləri var ki, bunlar ümumiyyətlə türkçülük, musiqi tarixində çox böyük önəm daşıyır. Bizdə məsələn muğamsız qeyri-mümkündür Azərbaycan musiqisi. Biz orada klipin əvvəlində var musiqiçi ağzında ifa eləyir əvvəldə. Qır-qır deyirlər. Allah, biz bu musiqi alətini hardan tapaq? Axtardıq bütün Azərbaycanı. Bircə çarəmiz var idi ki, Qazaxıstana getməliyik və o musiqi alətini çəkməliyik. Və sonra eşitdik ki, bu yaxınlarda bizim ən gözəl dilbər göşələrimizdən birində yaylaq festivalı keçirilir və türk dilli ölkələrdən ora qonaqlar gəlir. Biz elə belə getdik. Getdik ki, bəlkə orada olar. Allah'ın olsun. Mən orada iştirakçı idim. Orada konser yapacaqdı. Bizim Xan yurdundaydı. Gədəbəydə deyildi. Yox, Xan yurdunda. Xan yurdunda. Mən orada iştirakçı idim və bunlar da bir araşdırma kimi dedilər, gəl qoy biz də gələk görək, bəlkə orada taparıq.
Və Tapdınız. gəldik gördük ki, Qazaxıstandan və Qırğızstandan musiqiçilər gəlib. Biz mahnını verdik onlara ki, bir dənə buna qulaq asın. Asdılar və o aləti çıxartdı. O ağzında belə iplə Aha, dartır, ifa- çəkir. evet. Bilmirəm adı nə idi o musiqi alətinin. Onlar qırqırdır. Hə. Qırqır aləti. Musiqi içində dombra da var. Mikrofona danışın. Onu Serik ifa eləmişdi. Yadındadır studiyada biz onu dəvət elədik. Gec saat səhərə yaxına qədər Serik onları ifa elədi bir-bir o alətlərdə. Qazax milli alətlərində dombrada ifa elədi. Elə qırqırdan o da orada ifa eləmişdi. Nə hamısına çox təşəkkür edirəm. Minnətdarıq. Biz də əlbəttə Siz ki, sağ bizə olun. təşəkkür edirik. Mən təbrik edirəm. Xeyirli, uğurlu olsun. Axarlı olsun. Necə deyirlər, çox olsun. Təbliğ eləyin. Əlbəttə, Nə qədər təşəkkür təbliğ eləsəz, edirik o sizə qədər də, bizim çox sağ olun. fəxrimizdir. Reklamların vaxtıdır. Reklamlardan sonra birlikdəyik. Günorta efirdəyik. Təşəkkürlərim var sponsorlarımıza. Balaca mələklərin ən yaxın dostlarından danışacağam. Bu Sleep Baby uşaq bezləridir. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə dillərin etibarlı seçimi Sleep Baby. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantlar övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı obturaraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, ana da xoşbəxtdir. Sleep Baby-nin eləcə də nəm salfetləri də var, ətirli, meyvəli, gigiyenik apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Sleep Baby uşaq bezləri. Eləcə, Dəniz Wedding Azərbaycan sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bu gündə əsl nağıl qəhrəmanı kimi hiss edir və gözəlliyin, zərifliyin, zövqün ünvanı Dəniz Wedding. Unutmayaq ki, Dəniz Weddingdən gəlinlik icarəyə götürən hər xanıma gəlin bəzəyi Camilla Beauty-dən hədiyyə olur. Həyatımızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Dəniz Wedding Azərbaycan. Ünvan Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 0770. Ev Group Construction arzularınızı reallığa çevirən ünvan. Təmir, tikinti, dizayn və mebel işlərində müasir yenilikləri təqdim edən Ev Group Construction. Evinizdə və ofisinizdə gözəllik, rahatlıq və keyfiyyəti bir arada istəyirsinizsə, doğru seçim Ev Group Construction. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz Ev Group Construction. Əlaqə nömrələri 055 666 88 88. Ev Group Construction. Və Tamstor Marketlər şəbəkəsi bu kampaniyalar başladı. Tamstor marketlərdə 25-30 sentyabr tarixində Biz susuruq qiymətlər danışacaq kampaniyası start verdi. Kampaniya zamanı bananın 1 kilosu 1 manat 50 qəpik, təzə toyuğun 1 kilosu 3 manat, sümüklü dana ətinin 1 kilosu 11 manat 98 qəpik. Bəli, və sairə endirimlərimiz var ki, siz Tamstora gedərkən bunları görəcəksiniz. Qeyd edək ki, endirim digər məhsullarda 10 manatlıq alış-veriş etdikdən sonra keçərli olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada 3200 çeşiddən məhsulun müxtəlif endirimlərlə təklif edirik sizə. Kampaniya zamanı endirimlər seçilmiş ət, toyuq və ət məhsullarında, süd və süd məhsullarında, dondurulmuş xəmir məhsullarında, kərə yağı və bitki yağlarında, makaron, düyü və paxlalı məhsullar, şirniyyatlar, içkilərdə, təmizlik və baxım məhsullarında, eyni zamanda evinizdə lazım olan kiçik əşyalarda belə tətbiq olunub. Tamstor Marketlər şəbəkəsi Bakı ilə yanaşı bütöv Azərbaycanda var. Eləcə də endirimlər şəbəkənin bütün filiallarında keçərlidir. Bütün filiallar 24 saat müştərilərə xidmət göstərir. Tamstor Marketlər şəbəkəsi 25-30 sentyabr unutmayın. Və danışdıq, mən Dəniz Weddingdən danışmaq istəyirəm. Mənim əziz dostum Aytan xanım. Yeniliklərimiz var. Buyurun, biz sizi eşidək. Daha sonra Səidə xanımın oğlunun toyunu təqdim edəcəyik. Buyurun. Xanımlara, toya hazırlaşan xanımlara bildirmək istəyirəm ki, özəl sifariş vermək istəyən xanımlar istədiyi gəlinliyi sifariş edə bilər və yenisi gətirilir. Yeni gətirilib deyə almağa ehtiyac yoxdur, kirayə götürə bilir xanımlar. Həm ilkini geyinmiş olur, yeni geyinmiş olur, həm də kirayə olur. Və bildirmək istəyirəm ki, Dəniz Weddingin fataları, duvaqları möhtəşəmdir.
Hər kəs soruşur ki, bu fatalar yəni necə belə fərqlidir? Çünki bu fatalar yalnız dəniz wedding gəlinləri üçün hazırlanıbdır. Üzəri tamamilə kristallar, muncuqlar, tamamilə əl işidir və heç yerdə tapa bilmərsiniz bu fataları. Aha, Bəli, ancaq çox bizdədir, dəniz Ancaq weddingdədir. dəniz weddingdədir. Bəli, ikincisini tapa bilməzlər. Və Xüsusi hazırlanıb. xüsusi hazırlanıb hər biri, həm gəlinliklər, həm fatalar hamısı sırf dəniz wedding üçün xüsusi hazırlanıbdır. Yaxınlaşıb geyinib baxa bilərlər. Yəni canlı görəndə özləri artıq əmin olacaqlar ki, həqiqətən bu dəniz wedding üçün hazırlanıbdır. Və biz reklam vaxtı deyirik ki, dəniz weddingdən gəlinliyi götürən Kamila Beauty-də Bəli, saç make-up hədiyyədir. pulsuz hədiyyədir, bəli. Saç aksesuarı və fata istədiyi fataları seçə bilərlər. Baxmayaraq ki, hər biri əl işidir, yenə də biz onu seçimi xanımlara buraxırıq, istədiyi fatanı seçə bilsinlər deyə. Bu indi bəylərin xeyrinədir, yoxsa xanımların? Hər iki tərəfindən. Hər iki Oğlan elin tərəfindən. xeyrinədir. Aha. Bəli. Və Biz sərgiyə hazırlaşırıq. Azərbaycanda ilk dəfə gəlinliyə aid bir sərgi olacaq Expo mərkəzdə. İnşallah sürpriz olacaq, detalları danışacağam. Oktyabr ayının sonunda olacaq. İnşallah. Əsas vacib odur ki, Azərbaycanımızda bəli, dəniz wedding Azərbaycan. Bu yaxınlarda Nadir Qafarzadənin gəlininin geyimi bizdən idi, dəniz weddingdən idi, hədiyyə idi. Çox gözəl idi, deyilmi? Qəşəng idi. Mən toyda iştirak edirdim. Hamımız iştirak edirdik. Bəli. O Bəli, Mən arzu Allah edirəm xoşbəxt ki, eləsin baxın. hər birini. Buyur. Mən Səidə xanımın oğlunun toyu olacağını düzü bilməmişdim. Vallahi Bilsəydim, mən çoxdandan təklif eləmişdim. Çox heyif bilməmişəm. Mən də elə dünən xəbərlərdə, sosial şəbəkələrdə gördüm. Allah xoşbəxt eləsin. İnşallah yeni həyata qədəm qoydular. Həmişə bir-birlərinə anlayışlı, sevgi dolu olsunlar. Bilirsiniz niyə sevirəm dəniz weddingi? Ona görə yox ki, onlar mənim dostlarımdır. İllərlə, 15 il, 20 ilin dostlarıdır və hər zaman bizim dəstəyimizdədirlər. Ona görə sevirəm ki, hansı məşhurun bir toyu olur və ya görürsünüz elə bir adamlar var ki, müraciət eləyirlər. O zaman dəniz wedding oradadır. Yəni, bəli. Və təmənnasız bilirsiniz, təmənna hər yerdə var. Pul verib almağa nə var ki? O vaxt gözəldir, işlər gözəldir ki, yəni onu Dost qazanırsan. Dost qazanırsan, təmənnanı o qədər də sıraya salmırsan. Yəni əsas pul deyil, əsas dostluqdur. Gəlinlik çox məsuliyyətli bir Bəli. şeydir. İnsan onu ömründə bir dəfə geyinir. Üzr istəyirəm, ailəlisiniz. Bəli. Evladlar var. Bir evladım. Maşallah, oğlumun toyunda inşallah. Azraşırdım gəlinlik verin. İnşallah. Allah qoysa. Biz hazırıq, yəni əslində düzdür. Buyurun, davam eləyin, nəsə Onu deyim. dedim ki, yəni gəlinlik çox məsuliyyətli seçimdir. İnsan həyatının ən özəl, ən gözəl günündə ömründə bircə dəfə geyinirsən onu. Ömründə bircə Ona görə dəfə və istəyirsən hər ürəyincə qız olsun. Ona görə də yaşadıkca xanımlara buraxmaq böyüdükcə lazım bu seçimi. Bəli, hər Özlərinə qızın buraxmaq arzusudur lazım. gəlinlik geyinmək. Mən Doğrudur, inanmıram elə bir elədir. qız olsun ki, arzusu olmasın. Əlbəttə, O düzdür. qız da bircə dəfə geyinəcək o gəlinliyi, o da ki, gözəl olmalıdır, ona ürəyincə yaraşan. olsun, Ürəyincə gözəl olsun, bəli. Düzdür, Bu da dəniz elədir. wedding. İstədiyinizi əldə edə bilərsiniz. Mən İnşallah, təşəkkür edirəm və Elşən, bayaqdan bu tərəfə o qədər baxdım, dayanın, keçirəm bu tərəfə. Mən də sakit oturmuşam, xanımlara qulaq asıram, Bəs nə? feyziyəm Əslində olmuşam. gözəl bir məlumatlandıq əslində, çox gözəl məlumatlandıq. Bəli. Gözəl bir layihəyə görə. Elşən dünən Səidə xanım indi bizi dəvət eləməmişdi. Olar, yəni olan şeylərdir, amma Elşən orada iştirak etdi. Siz də Çox təəccübləndiniz. sevirəm Səidə xanımı. Yəni onunla bir səhnə bölüşmüşük, Gülistan bir xanım, toy tamaşada vaxtı adamın oynamışıq. başı qarşı olur. Dedim, nə əcəb Səidə xanım, inanmadım. Elgiz bəy mənə dedi ki, bəs belə-belə. Dedim, nə əcəb mənə deməyib Səidə xanım, inanmadım ki, doğrudan. Mən çox istəyərdim, qarışıq çox istəyərdim. olub da. Allah xoşbəxt eləsin, əsas odur. Balasının yarısını inşallah. Dəyərli xanımdır, dəyərli sənətkarımızdır. Necə deyim, ürəyindəki arzuları övladında görsün. İnşallah. Əsas budur, bəli. İnşallah. Və Elşən orada iştirak eləyirdi. Bir neçə kadrlar bizə biz xahiş eləmişik, göndəribdi. Baxaq mı toya? Bir neçə fraqment var, həvəskar çəkilişdi, baxaq. Aha. Aparıcı Salih idi. Və deməli, aparıcı Salih idi. Salih də evdən birbaşa bizə, bəli, evə gedib birbaşa müraciət elədi, təbrik elədi. O qədər sevindik. Səidə xanıma halal olsun. Səidə xanım zəhmətlə, əziyyətlə bu uşağı böyüdübdü, zəhmətlə, ömür boyu zəhmətlə yaşayıbdı. Görün necə Həyat sevinir. yoldaşı Rüfət bəy də, Rüfət müəllim də televiziya, siz yəqin tanısınız, Səs rejissorudur Azərbaycan televiziyasında. Məkanı cənnət olsun. Məkanı cənnət olsun, bəli. Səidə xanım çox zəhmətkeş xanımdır. Murad Arifi görürük. Nə gözəl, sənət dostlarımız.
sənət dostlarımız, hamısı burada, sənətkarlar burada, korifeylər burada, aktyorlar, aktrisalar. Mən çoxdandır Nubar xanımı efirdə görmək istəyirəm və buradan dəvət edirəm Nubar xanım sizi. Elşən kömək ilə Nubar xanımı dəvət eləyək. Mən Firəngiz xanımı telefon dəvət nömrəsini eləyək. verəcəm sizə, danışarsınız, dəvət eləyərsiniz. Çox istəyirəm, inanın prodüserlara hər Əlbəttə zaman gələr. deyirəm. Çünki o da çox gözəl aktrisadır. Çoxdandır da efirdə yoxdur, biz onu bilmək istəyirik. Bunlar, aha, görün nə gözəl insanlar buradadır. Bu kadrları Elgiz çəkib. Biz oynayırdıq orada. Elgiz, halal elə bizə zəhmətidir. Mənim çəkdiyim kadrlar da var orada. Bəli. Aha. Elşəndən xahiş eləmişik hamısını. Bir də sosial şəbəkələrdən uşaqlara dedim, nə gördünüz götürün. İnsan sənətdə öz sözünü deyir. Bəli. Amma ömründə bu bir dəfə olan şeydir də. Arzulayır ki, illərdir bu sənətdə dostlar yığdım özümə falan. Bax, indi belə gündə onu tək buraxmayıblar, yanındadılar. Bəli. Ən Elşən, böyük sən də kadrları. elə Bu kadrları mən qiymət odur. çəkmişəm və bütün səhifələrdə məndən götürüb bu kadrları. Aha. Bugün Amma gözəl də paylaşmışdım. çəkmişsən, qəşəng tort kəsirlər. İndi siz baxın necə çəkmişəm, diqqətlə baxın. Baxın, diqqətlə baxın. Aha. Çox gözəldir. Xoşbəxt olsun. Aybəniz xanım. Aybəniz xanım bəli oradadır. Aybəniz xanım ansambl toyu aparmaq Aybəniz xanım. Nə gözəl geyinib Aybəniz xanım. Bilirsiniz, bir korifeylərimizdən kiminsə evladının toyu olanda, ümumiyyətlə incəsənət adamından kiminsə evladının toyu olanda, bütün incəsənət, qadınlı, kişili o qədər gözəl paltar axtarırlar, geyinirlər, gəlirlər. Nə gözəldir. Ay, nə gözəl fotolarınız var. Nicat, aha. Allah Rafiq müəllimə də can sağlığı versin. Allah can sağlığı versin. Nə gözəl şəkillərdir. Mehriban xanları var, əzizimiz, bəli, dostumuz. Köhnə dostum. Allah xoşbəxt eləsin. Mən arzu edirəm ki, hamının balası Firəngiz xoşbəxt xanım. olsun. Aha, Firəngiz xanım verilişlərə gəlmir, çoxdandır. Kasım Abdullayev, Səidə Səidə xanım, xanım, bəli. Səidə xanım. Çox gözəldir. Hə. Bircədən oğlu var. Allah xoşbəxt eləsin, Allah mübarək eləsin Səidə xanım. Hər birimiz sizə can sağlığı arzulayırıq. Necə deyirlər, gözünüz aydın olsun, gözün dolusu görəsiniz. Bu gözəl sözdür. Mən nənəmdən eşitmişəm bunu, deyir, gözün dolusu görəsən. Bir gün dedim, nənə, bu nə deməkdir? Dedi, böyüyərsən, başa düşərsən. Uşaq vaxt deyirdim, gözün dolusu, elə bilirdim bu gözü deyir də. Yəni, göz dolanda nə olur, başa düşmürdüm. İndiyə qədər o sözü işlədirəm və o mənim leksikonumda var. Və o dəqiqədə yadıma düşür ki, mən o sözü, hə, gözün dolusu görəsən. Ona görə də mən hər birinizə can sağlığı arzulayıram. Efir vaxtımız yavaşdır. Gördünüz necə gəldi, keçdi. Çatdırmadıq. Heç də çatdırmadıq. Bilirsiniz niyə? Niyə? Efirdə professional insanlar əyləşəndə hamının bilir ki, onun nə danışacağı var, hansı mövzuda. Çünki savadlı insan olmaq Lamiyə xanım, siz özünüz maşallah mənim uzun illərdə əziz bacımsız dostum, bəli, 30-dan da artıq. Bəli, buyur Artıq 30. bəli, biz Lamiyə xanımla uzun illərdir bacı qardaş kimi dostluq. Mənim əzizimdir, dəyərli dostumdur, ailəsini çox sevirəm. Həmişə mən ona deyirəm ki, efirə elə insanları dəvət edirsən ki, onlar danışanda vaxtın necə keçdiyini bilmirsən. Adam da var ki, heç nə danışa bilmir. İnsanın nitq qabiliyyəti olanda, Ha, gözləyirsən, efir bitsin, bəli, bitmir. bəli, adamın ürəyi çərləyir, efir bitməyi bilmir. Amma bizim hələ söhbətimiz qutarmayıb, artıq efir bitir. Hələ başlamadı. Bəli. Nə yaxşı gecikmişdiniz, biraz Elşənlə söhbət elədik. Biz sizdən qabaq çox söhbət edik. Ona görə mən biraz sustum ki, sizə diqqətlə qulaq assam. Hər biriniz gecikmiş. Bu tərəf gecikmişdi. Bizə təşəkkür sizə Gülzardan başlayaraq hamınız. Gülzarla Var ümumiyyətlə olasınız. bir balaca da Gülzarla danışa bildik. Amma nə xoş. Bax belə. Bilirsiniz, Səfərdən gəlsəydik, hə, bu icazə imkan verməyəcəydiniz. Yaxşı oldu gecikdiniz. Gülistan xanım, zarafat edirəm təbii ki. Gülistan xanım, sizi o qədər sevirəm. Siz o qədər yaraşırsınız efirə. O qədər, bax o kliplər çəkirsiniz, nə qədər gözəlsiniz. Bax, büyün o geyimlərlə, o təşəkkür edirəm Səidə sənə. Gülzar, mənlə razısan da. Aytən, razısınız da Elşən. Mən Nə də qədər bunları gözəlsiniz. arzulayıram, Lamiyə xanım. Şəhərlərdən eşitmək. Çox qəşəng idi. Mikrofonu da. Belə proyektlərə görə mən Yəni sizə... peşəkardan Bəli. eşitmək bunu. Lamiyə özü uzun müddətdir Uğurlu Azərbaycan olsun. tili məkanda, Azərbaycan musiqisində, Azərbaycan tili məkanda olan verilişlərdə öz sözünü deyib möhrünü vuran insandır. Təşəkkür edirəm, əziz Və dostum. vallah bunu tam səmimi deyirəm. Bu cür insanların qiymət verməyi, dəyər verməyi
çox başqa bir şeydir mənim üçün. Əlbəttə. Və bu klipi biz təqdim eləyəndən bütün dostlar yanımızdadılar hamısı. Hamı deyir ürək sözünü. O özü bizim üçün böyük bir şeydir. Mən bir daha sizin Minnətdaram. yaradıcı heyətə təşəkkür edirəm. Mən təşəkkür Çox sağ edirəm olun ki, canım. bizə etibar eləyib, bax, bugün bu klipi bizdə təqdim elədiniz. Bu klip də Əlbəttə, belə də MTV kanalında olmalıdır. yayımlanacaq. Çox təşəkkürlər. Tez-tez bunu tamaşaçılar görəcək. Bu bizim bir təbliğatımızdır. Çox Bu sağ geyimləri təbliğ eləyək. Bu mahnıları, bu Əlbəttə, nəğmələri, bəli, musiqiləri bəli. təbliğ eləyək. Türkçülüyü təbliğ edək, Türkçülüyümüzü Turanı təbliğ edək. təbliğ bəli. eləyək. Bütöv Azərbaycanımızı təbliğ eləyək. Bəli, Bundan gözəl bəli. nə var? Biz arzumuza çatmışıq Bu Elşin. ən gözəl arzudur. Mən sizə uğurlar arzulayıram ki, sağ olun ki, bax belə bizim doğrudan da soy kökümüzü araşdırıb çıxardırırsınız. Bunu tez-tez eləmək lazımdır. Yeni layihələr gözləyirəm. Gəlin Bəli. burada təqdim Və edək. Gülstan xanım, inşallah, olacaq siz bayaq yaxında. danışanda mən baxıram, o qədər üzünüzdə o təbəssüm və sevinç bəli. hissləri. Nəyə görə? Bax, artıq bu bizə bir nağıl kimi gəlmir də. Şuşa, Laçın, Biri var Allah cənab arzuluyumuz, biri var prezidentimizə oradayım. can sağlığı versin. Amin. Amin. Mən şəhidlərimizə rəhmət diləyirəm. Bəli. Qazi qardaşlarımız var, onlara can sağlığı Can arzulayıram və bu gün bu artıq nağıl deyil bizim üçün. Sənətçilərimiz belə çox rahatlıqla alınan torpaqlarımız görürsüz. Bax geri qayıtdı hamısı. bəli. Maşallah Şuşamızda, Laçında, Aynı bizim Kəlbəcərdə. suverenlik günümüzü biz Xankəndimizdə qeyd Qeyd elədik. elədik. Bundan gözəl ən heç bir şey gözəl ola bilməz. yaradıcılığımızı artıq o Xoşbəxtlik ola torpaqlarda bilməz. biz qeyd eləyiriksə biz fəxr eləməliyik. Bəli. Bəli. Və təşəkkür eləyirəm. Mənim instituziyam yaddan çıxıb, saç düzümü. Bugün saç düzümümdə, makyajım da stilist Anara aiddir. Səhər saat 8-dən gəlib. Anar, təşəkkür eləyirəm. Hə, həm Anar, də çox makyaj sağ ol, eləyirəm, həm də təşəkkür saçımı edirəm. düzəldir. Mənim bacımı hər nə gün gözəl eləyirəm. Hamı gözəlləşdirirsən, mənim. saçına düzən verirsən. Mən də reklam eləyim. Təşəkkür eləyirəm. Belə, nə qaldı? Mən bir daha Oxuyuruqmu? təşəkkür eləmək istəyirəm Lamia xanım, televiziyaya, MTV-yə, və sizin yaradıcı heyətə və bütün bu əziyyəti çəkib burada çalışan operatorlarımıza, əməkdaşlarımıza çox sağ olun. Siz bizlə tez-tez əməkdaşlıq edirsiniz, ona görə onlar sizə doğmadı. Burada sizin Bəli, evinizdir. mənim əzizlərimdilər hamısı. Bu belə də olmalıdır. Çünki əslində bizi tamaşaçı ilə elə görüşdürən sizlərsiniz. Bəli. Ona görə yəni bu əvəz olunmaz bir əməkdir, zəhmətdir. Gülistan xanım. Sağ olun. Bəli. Hamı istəyir ki, siz təşəkkür edəsiniz. Bir zəhmət olsa mahnı ilə. Məmnuniyyətlə, məmnuniyyətlə. Bizi-bizədən yaşananlarımızdır, itib dünəndə qalanlarımızdır. Yarı düşmən, yarı dost olanlarımızdır. Bizdən onlara bir təşəkkür. Bizim üçün gələnlər yadlara yar oldular. Sevilmək sevməkdən gözəldir, öyrəndik. Gələnlər xoşbəxt edəcəkdilər, boşuna yordular. Hər can deyəndən can olmaz, öyrəndik. İnanmaqdır səhvimiz, zəiflikdir əhvimiz. Biz elə bildik birincidir şərəfimiz. Bizi bizdən eşq acılarımızdır, saxta və yalan baş tacılarımızdır. Az güldürüb çox ağladan adamlarımızdır. Bizdən onlara bir təşəkkür. Bizi-bizdən yaşananlarımızdır, itib dünəndə qalanlarımızdır. Yarı düşmən, yarı dost olanlarımızdır. Bizdən onlara bir təşəkkür. Bizim üçün gələnlər yadlara yar oldular. Sevilmək sevməkdən gözəldir, öyrəndik. Gələnlər xoşbəxt edəcəkdilər, boşuna yordular. Hər can deyəndən can olmaz, öyrəndik. İnanmaqdır səhvimiz, zəiflikdir əhvimiz. Biz elə bildik birincidir şərəfimiz. Bizi-bizdən eşq acılarımızdır, saxta və yalan baş tacılarımızdır. Az güldürüb çox ağladan adamlarımızdır. Bizdən onlara bir təşəkkür.
biz edən yaşananlarımızdır. İtib dünəndə qalanlarımızdır. Yarı düşmən, yarı dost olanlarımızdır. Bizdən onlara bir təşəkkür. Bizi biz edən eşq acılarımızdır. Saxta və yalan baş tacılarımızdır. Az güldürüb çoxallardan adamlarımızdır. Bizdən onlara bir təşəkkür. Günorta efirdəyik.